Hamıya selamun aleyküm, hamıya aleyküm salam. Uşaqlar, bugün edəcəyim söhbətlərdən biri bu olacaq ki, Azərbaycanda demək olar ki, bir çox YouTuberin başına gəlmiş olan geriyə çəkmə sözlər. Yəni bir çox qabağa gedən YouTuberları geriyə çəkirlər uşaqlar. Buna da onsuz da bir çoxunuz şahid edibsiz. Bəlkə də özünüzün öz başına gəlib. Yəni uşaqlar, mən bir video atdım. Belə deyim də, videoda deyirəm ki, takipçimi unutdum. Yəni birisi takipçilərlə elə vs atılır. Bir takipçimlə vs atdım və onu unuttum. Şöyle artıq mən bəziləri yaxşı oynayanlarımı deyim. Mən qaqa elə bir demişəm ki, belə deyim də, mən nömrə 1 oyuncuyam. Şöyle indi biz o qəbul etməyəcəyik usta, ancaq bir istinətlər tələsirlər. 3-4 yorum dalbadaldan bəziləri bir dənə atır, gözləyir tez-tez. Deyir ki, qaqa Aydıvat vs, gəl Aydıma istəyat vs. Qaqa, siz çoxsuz, mən təkəm, başa düşürsünüzmü? Məndə bir videoda deyil. Gedin mənim kanalıma girin. Videolarımın çoxunda insanlar mənə deyir ki, qaqa Aydı vs. Toplasaq onları 20 nəfərdən çox adam eləyir də demək olar ki. Mən onların hamısından vs açsam 20 video çıxacaq. Birincini qəbul edək ki, mənim buna eləmək çatmaz imkanım. Niyə? Hansı mənədə imkanım? Yəni uşaqlar diploma alanım, onda çatmaz buna. Yəni uşaqlar, mən qısa o videoları silib bir şey eləyə, yavaş-yavaş yer eləyə mən video çəkməyə çalışıram. Yəni mən belə böyüyürəm. Kanal böyüdürəm. Yəni uşaqlar, mən sizdən dəstək istədiyim yerdə uşaqlar, mən takipçilərimlə vs atdım videom gələcək. 4 vs 4 atarıq bir-birimizlə. Canlı açaram, 1 vs 1 atarıq, fərq eləmir. O inşallah olar. Ancaq uşaqlar, bu geriyə çəkmək söhbətini artıq başım buraxın. Sizdən xahiş edirəm. Çünki uşaqlar görürsünüz də, yəni özünüz uşaqlar geriyə çəkirlər. Qaqa, istəyir qəbul edin, istəyirsə eləməyin. Bunu başa düşən insan qaqa başa düşər ki, bu qaqaş videomu düzəltsin. Bu qaqaş artıq balaca uşaq deyil. Yəni evdə oturub bir dənə video eləsin. Bunun işi bir dənə video deyil. Bunu başa düşün uşaqlar. Mənim işim bir video deyil. Mənim başqa işlərim də var. Mən bilmirəm videomu çəkin. Mən dəstəyinizi görüb sevinirəm. Amma uşaqlar, bir çoxunuz artıq görürəm ki, mənə dəstək olmağı buraxır. Hətta bayaqları mən həmin bir dənə uzun video atmışam, girib izləyə bilərsiniz. Həmin videomu qoyanda 50 takipçiyə, 49 takipçiyə düşmüşdüm, yəni abunəyə. Ondan sonra sizin dəstəyiniz sayəsində yenə qalxdım. Sevənlərim çoxdur. Mən də məni sevənləri sevirəm. Yəni uşaqlar çox sağ olsunlar, mənə dəstək olurlar. Ancaq uşaqlar, bir çoxunun etdiyini də kim edib özü bilər, dayad verməyim mən burada. Bir çox adam edib o hərəkəti. Evet, pis mənaya edibsə uşaqlar, yəni bu dediklərimdən heç olmasa bir dərs çıxartsın. Türkiyə mən başqa ölkələr, Türkiyə deməyək də, başqa ölkələr bir-birinin qabağa verib deyir, mən deyir ki, bundan fəxr edirəm. Siz də Azərbaycanlılara eləyin.